Python-da yazılmış proqram nəticəsini müəyyən edin. Baxaq, adi xətti bir alqoritmimiz var. A-nın qiyməti əvvəlcə ədəd tipindəki 125 ədədidir. Sonra isə o mətnə çevrilib, sonra da listə çevrilib. Yəni ki, A-nın yeni qiyməti bu formada olub. List daxilindəki sətir elementləri kimi göstərilir. Yəni rəqəmlərinə ayrılır, amma rəqəm deyil də, artıq onlar simvol kimi göstərilir. Baxın bu formada. Daha sonra isə join funksiyasını istifadə edib. Join o deməkdir ki, yəni A-dakı elementləri arasında 0 elementi olmaqla birləşdir. Yəni A-nın artıq yeni qiyməti bu formada olur. Sətir tipində olur və A 1, 0, 2, 0, 2, 0, 5 kimi bir sətrə malik olur. Daha sonra isə bir S dəyişəni təyin edilir və S dəyişəninə bu qiymət göndərilir. O həmin qiyməti hesablasaq S buna bərabər olmuş olur. Deyir ki, int tipindən A sətrinin 3-ə qədər olan intervalı. Baxın, burada indekslər üzrə nömrələsək 4, 5, 6. 3-ə qədər o deməkdir ki, yəni 3-ü nəzərə almırıq. 0 və 2-yə qədər olan həmin o hissəyə baxırıq. Yəni ki, 1, 0, 2-nin ədəd tipini istəyir bizdən burada. Yəni A-nın 3-ə qədər olan intervalını ədədə çevirir və yekun olaraq 102 ədədi alınır. 102 ədədi alınır. Növbəti toplanan isə A-nın 4-dən sonraki intervaldır. Yəni 4-cü indeksdən sonraki interval. Burada 4 daxildir. 4-dən sonraki interval baxırıq 205 edir və ədədə keçirik zaten. Int tipinə keçiririk yəni mətndən. Olur 205 ədədi. Və bunun cəmlənməsindən də alacağımız ədəd 307 ədədidir ki, çapa da həmin o 307 ədədi göndərilir. Deməli bizim cavabımız C variantı 307-dir.